Kürdəmir rayon mərkəzi xəstəxanasındayıq. Belə göstərim ərazini ki, yəni görünsün ki, doğrudan Kürdəmir rayon mərkəzi xəstəxanasının ərazisindəyik, həyətindəyik. Əvvəla bir belə nəqliyyat vasitəsi burada nə gəzir? Bu əvvəl bundan başlayaq. Təcili yardım maşını gələndə hərəkət eləməyə yol tapmır. İndi keçək içəri. Laboratoriyada qan götürmə otağının qabağına. İndi keçirik qan götürmə, yəni laboratoriya analiz üçün qan götürmə otağının qabağına keçirəm. Buyurun. Baba. Laboratoriya analizlərinin cavabları ödənişsizdir. Çox gözəl. Və digər elanlar. Buyurun. Baxın. İndi necə göstərə bilirəm? İnsanlara baxın. Baxın insanlara. Baxın. Baba. Koridor boyu təxminən koridorun yarısına qədər insanlar. Hamısı da qan götürmək üçün növbəyə dayanıb. Burada da bir xanım dayanıb, bir dənə də boynu bir kalı belə deyək, kobud çıxmasın. Bir nəfər yoldaş gəldi, bir hökümlü şəkildə. Mənim əmrimdir. Vankomdan gələnlər 12'ye qədər hamısı keçməlidir. Təcili xəstələr özü içindir. Gözləyən gözləsin, gözləməyən vızqırsın. Şəxsən dilindən çıxan burada millətlər hamısı eşidir. Xahiş edirəm, aidiyyatı qurumlar, mən indi yayımlayacağım bunu. Və kimin qarşına çıxsa, hər kəs paylaşsın ki, bu aidiyyatına tez çatsın. Kürdəmir rayon mərkəzi xəstəxanası öz başınadır. Bir-iki nəfərin əlindədir. Xahiş edirəm, bax burada gördüyünüz insanların hamısı xahiş edir. Çox xahiş edirəm. Bu başlıqlığa son qoyulsun. Görün, bax insanlar nə qədər əziyyət çəkir.